Ağdam şəhərində yeni kurulan Ağdamdır. Bu ise onun kurulacak binalardır. Yani binalar burada 6 mərtəbəli, 5 mərtəbəli binalardır. Gördüğünüz kimi burada tikinti işləri devam edir Ağdamda. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə can sağlığı versin. Şəhidlərimizin canları, şəhidlərimizin, qazilərimizin canları bahasına Ağdamımız işğaldan azad olunubdur və belə təmir tikinti işləri gedir. Tikinti işləri davam edir. Allah müzəffər Ali Başkomandanımızı qorusun, Allah əsgərlərimizi qorusun. Allah əsgərlərimizi qorusun ki, bizə bu günləri yaşatdı. 27 il həsrətində olduğumuz Ağdamımızı gəldik, gördük. Ağdamımızın hər halı bizim üçün gözəldir. Düzdür, buranı erməni vandalları tamamilə məhv eləyibdir. Ancaq yenə də Ağdam qurulur. Bəli, Ağdam qurulur. Burada bildiyiniz kimi Pirələr yoludur. Bir daha köşkülçülük həyatını görməyək, torpaq həsrətini görməyək. Bu kəndlərdə gəlib əbədi məskunlaşmaq bizlərə və gələcək nəsillərimizə Allah nəsib eləsin.